Salam bacılar, bilirəm ki özünüz yolda qalmışdı. Heç narahat olmayın, qazanımı da, çömçəmi də götürüb gəldim. Salam, mən evdar qadınam. İşim təkcə evləri yığışdırıb qabları yumaqdan ibarət deyil. Mənim ən böyük vəzifəm insan yetişdirmək, cəmiyyətə faydalı olan uşaqlar böyütməkdir. Əlbəttə ki, insan yetişdirib böyütmək asan məsələ deyil. Bunun üçün Əhlibeytin həyatı mənə həmişə nümunə və məktəb olub. Qədirxum bayramı mənim üçün tamamilə fərqlidir. Ən sevdiyim bayram olan Qədirxumu həm ailəmdə, həm də məhəlləmdə yaşatmaq üçün ləzzətli ehsanlar bişirib qonşularıma paylayıram. Narahat olmayın, resepti sizinlə açıqlama bölməsində bölüşəcəm. Bəs siz Qədirxumu necə yaşadırsınız?